Salam dəyərli izləyicilər, Azərbaycan tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrinin 36-cı il dönümüdür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə Azərbaycanlının doğma yurtlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan münaqişə 19-cu 20-ci yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. Ermənistanın respublikamıza ərazi iddialarına, radikal erməni milliyyətçiləri tərəfindən qızışdırılan separatçılığa və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSR rəhbərliyinin bilavasitə və ya dolayısıyla dəstək verməsi, habelə Azərbaycanın o zamanki rəhbərlərinin qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikamızın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi və beləliklə respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı. 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mikhail Qarbaçovun əmri ilə SSR Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunana qədər hərbi qulluqçular 82 nəfəri amansızlıqla qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə yanvarın 25-də Neftçala və yanvarın 26-sında Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və Respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSR-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb. Yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. Sovet qoşunlarının hərəkətlərində 1945-46-cı illərdə keçirilmiş və tarixə Nürnberg prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün